Mən Abbasova Nəzakət 1975-ci ildə Ağdam rayonunda anadan olmuşam. 9 yaşımda öd əməliyyatı keçirdi, ödüm çıxarılmışdı. Və uzun illər keçdi. Bu ilin 2025-in iyun ayının 11-də yenə mən bu xəstəliyi ağır şəkildə təkrarən yaşadım və çox ciddi ağrı yaşadım. Sarılığın çox ağrını keçirdim. Mən 2 ay bütün demək olar ki, çox yaxşı həkimlərdə, yaxşı klinikalarda oldum. Bu xəstəliyimin mənə qalib gəldiyini dedilər ki, artıq ömrünə az qalıbdı. Mən də həqiqətən o dərəcəni səhhətim olaraq göstərirdim. Çünki sarılıq bədənimi çox götürüb getirmişdi. Bilirubin, ALT, AST, bütün analizlər öz həddindən dəfələrlə artmışdı. Yaxşı klinikaların birində əməliyyat da keçirdik. O klinikada əməliyyat uğursuz alındı. Mənə dedilər ki, 7-8 ay ömrün qalıbdı. Stent qoyulacaqdı, onu da qoya bilmədilər. Əməliyyat eləyərik, baxarıq. Yenə də digər həkimlərə müraciət elədik. Onlar da dedi ki, biz bacarmırıq. Hansısa bir həkim eləsə 20% şansınız var yaşamağa. Elə oldu ki, şükür ki, biz dəyərli doktorumuz Eldar Əhmədovu tapdıq, tanış olduq. Əməliyyatı Eldar doktor götürdü boynuna. O dərəcə idi ki, həqiqətən mən öz ömrümün sona çatdığını hiss eləyirdim. Bütün həyatdan da əlimi üzmüşdüm. Mən gənclərə, mən orta yaşlı, gənc nəsilli insanlara deyərəm, ilk növbədə öz həyatlarını qorumaq üçün tez-tez vaxtında müayinələrdən keçsinlər, qaraciyər yollarını, öd yollarını vaxtında sağlam şəkildə yoxlatsınlar. Bəzən biz qaraciyərimizi vacib orqan görmürük, amma əslində sağlam qaraciyər, sağlam həyat deməkdir. Mən Əhmədov Eldar Əhmədoğlu, Azərbaycan Hepatopankreatiklər Cərrahlar İctimai Birliyinin təsisçisi, eyni zamanda bu birliyin sədriyəm. Ümumiyyətlə, bu birlik haqqında qısa məlumat vermək istəyirdim. Bu birliyi biz yaratdıq. Azərbaycanın bu birliyə bir ehtiyacı var idi. Çünki bu birlik nədir? Bu birlik əsas olaraq insanlarda daha çox rast gəlinən qaraciyər, öd yolları və mədə-altı vəzinin xəstəlikləri, hansı ki, cərrahi xəstəlikləri, bunların müalicəsi, bunların müalicəsindəki olan protokollar və bizim təcrübələrimiz, dünya praktikasına olan qarşılaşdırmamız, bu cəmiyyət vasitəsilə təbii ki, olunur. Cəmiyyətin əsas meyarlarından birisi də cəmiyyətimizin üzvlərinin sayını artırmaq. Artıq 200-dən çox cəmiyyətin üzvü var. Hansı ki, bu üzvlərlə vaxt-vaxt görüşür. Eyni zamanda idarə heyətimiz formalaşıb. Qaraciyər, öd yolları, mədə-altı vəzləri geniş yayılmış xəstəliklərdir. Bunların əsas da cərrahi xəstəlikləri çox önəmlidir. Qarın boşluğunun ən mürəkkəb yeri sayılır, ən mürəkkəb orqan quruluşudur. Və burada olunacaq hər hansı bir əməliyyatlar çox çətin və riskli əməliyyatlardır. Müəyyən bir təcrübə gərəkdirir və bu təcrübə də zamanla əmələ gəlir və bu, biz də bir cəmiyyət olaraq biz bu təcrübəmizi insanlarla, həkimlərlə paylaşmaqdır. Eyni zamanda bizim məqsədimiz sadəcə xəstəliklərin müalicəsi deyil, eyni zamanda profilaktikası ilə əlaqədar müəyyən bir tədbirlərin keçirilməsidir. Bu layihədə məqsədimiz insanların qaraciyəri hər hansı bir xəstəlikdən, hər hansı bir təsirdən necə qorumağını ön plana gətirəcək. Qaraciyəri hətta insan orqanizminin bir laboratoriyası da adlandırırlar. Çünki orada çoxlu proseslər var. Bütün bədəndəki işləri tənzimləyən çox önəmli orqan olduğunu biz onu təbii ki, toplantıda açıqlayacaq və bu orqanı qorumaq üçün nələr etməyimiz lazım, nələri gözləməmiz lazım, nələrdən uzaq durmaq lazım, həyat tərzimiz necə olmalıdır, qidalanmamız necə olmalıdır və bunlar haqqında geniş məlumat verəcəyik. Bu ictimai birliyimiz 2024-cü ildən fəaliyyət göstərir. Biz artıq planlayırıq 5-ci bölgə toplantısını keçirməyi. Biz bu birliyi
yaratdıqdan sonra ilk məqsədimiz bölgədə olan səhiyyənin inkişafı, oradakı səhiyyəyə bir töhfə vermək, oradakı həkimlərinlə fikirlərimizi paylaşmaq, onların bilik və təcrübələrini artırmaq oldu. Gənc vaxtlarından artıq insan öz həyat tərzini nizamlamalıdır və bunu artıq vərdiş halına salmalıdır ki, gələcəkdə bu cür problemlərlə qarşılaşmasın. Sağlam qaraciyər, sağlam həyat deməkdir. Sağlam qaraciyər, sağlam həyat şüarı altında bir çox tədbirlər keçirilir. Tədbirə əsas məqsəd insanların qaraciyərə vücud üçün nə qədər önəmli olduğunu və biz bu qaraciyərin zədələnməsini necə qoruya bilərik, bunları çatdırmaqdır. Həkim infeksionist olaraq bizim qaraciyər problemləri, rast gəldiyimiz ən çox qaraciyər problemləri müxtəlif virusların qaraciyəri zədələnmələridir. Bu viruslardan hepatit A virusu, B, D, C, E viruslarını daha sıx görməkdəyik və gerçəkdən bu viruslar ciddi qaraciyər zədələnməsinə səbəb olurlar. Özəlliklə proses irəlilədikcə sirroz, qaraciyər yetməzliyi, eyni zamanda qaraciyər şişləri kanserə qədər gətirib çıxarda bilirlər və hətta o səviyyəyə gəlib çatır ki, artıq burada yeganə yol qaraciyər transplantasiyasıdır. Bizim də bu layihədə əsas məqsədimiz bu viral qaraciyər zədələnməsinin qarşısını necə alına bilər, necə bunlardan qoruna bilərik, eyni zamanda yoluxma yolları necədir, müalicəsində hansı yeniliklər var, bunlar haqqında danışacağıq biz bu layihə çərçivəsində. Özəlliklə Ümumdünya Səhiyyə Təşkilatının 2030-a qədər virus hepatitlərinin eliminasiyası bir proqramı başladılmışdır bütün dünyada və bu ölkələr qarşısında artıq bir vəzifə olaraq qoyulmaqdadır ki, hər bir ölkə öz səviyyəsində bu virusların eliminasiyasına çalışılmalıdır. Çünki təbii ki, bu viruslardan özəlliklə hepatit A virusu, hepatit B virusuna bunlara qarşı qoruma mexanizmləri var. Hal-hazırda bunların peyvəndləri var və bunlar artıq demək olar ki, uşaqlıq dövrü peyvəndlərinin tərkibinə daxil edilmişdir və bununla da dünyada hepatitlə B və A ilə yoluxmanı ciddi dərəcədə aşağı salınmışdır və digər tərəfdən digər peyvəndi olmayan viruslardan, məsələn, hepatit C-nin isə ciddi dərəcədə effektiv, yəni 90%-in üzərində effekt göstərən müalicə yöntəmləri var. Amma bizim burada əsas məqsədimiz bu virusların orqanizmə yoluxmasının qarşısını alınması üçün hansı tədbirlər eləyə bilərik və insanlar bu viruslardan necə qoruna bilər, bu haqda insanları məlumatlandırmaqdır. Qaraciyər orqanizmin ən vacib detoks orqanlarından biridir. O, bədəndən zərərli maddələrin, toksinlərin atılmasında mühüm rol oynayır. Qaraciyərin sağlamlığına amma zərər yetirəcək bir sıra qida maddələri, vasitələr, zərərli vərdişlər vardır. Bunlardan spirt qəbulu, siqaret çəkmə, artıq çəki, həddindən artıq dərman qəbulu, bunlar hamısı qaraciyərə təsir göstərir. Qida maddələrindən isə işlənmiş ət və ət məhsulları, konserv qidalar, hazır souslar, paket qidaları, fast food qidalar, trans yağlar, bundan başqa ağır metallarla zəngin olan qidalar, qazlı şirin içkilər, çoxlu şəkər şirniyyat qəbulu, həddindən artıq karbohidrat qəbulu, bunlar hamısı gətirib qaraciyərin zədələnməsinə çıxardır. Hər bir insan özünün qaraciyərinin sağlamlığını qorumalıdır. Bunun üçün ilk növbədə o özünün həyat tərzində dəyişikliklər etməlidir. Gündəlik həyatında qida rasionuna mütləq maye daxil etməlidir. Hər kiloqram çəkiyə 30 milli gün ərzində maye qəbul olunmalıdır. Səhər ac qarnına 1-2 stəkan ilıq şəkildə maye qəbulu qaraciyərin təmizlənməsində çox böyük faydası vardır. Bundan başqa mütləq həyat tərzinə fiziki aktivliklə məşğul olmalıdır. Gün ərzində 10.000 addım və yaxud həftədə 2-3 dəfə idmanla məşğul olmalıdır. Gün ərzində 30 dəqiqə, 40 dəqiqə təmiz havada yürüyüş etməlidir. Bunlar hamısı həm piylənmənin qarşısını alır, bu da bir növbədə qaraciyərin həmçinin zədələnməsinin qarşısını almasına gətirib çıxardır. Bundan başqa gün ərzində yuxu rejiminə mütləq riayət olunmalıdır. Axşam 22:00-dan gecə saat 4:00-a qədər mütləq yuxuda olmalıdır. Burada melatonin hormonunun sintez olunduğu bir dönəmdir. Burada mütləq bunu qaçırmamaq lazımdır. Bu özü də yenə maddələr mübadiləsinin pozulmasının qarşısını almasına
gətirib çıxarır. Bu da yenə qaraciyərə həmçinin yəni faydaları vardır. O da yenə piylənmənin qarşısını alır. Bundan başqa düzgün qidalanma bu ilk növbədə qaraciyərin sağlamlığını qoruyaraq onun funksiyalarını optimallaşdırır. Düzgün qidalanma dedikdə gün ərzində qida rasionunda ət məhsulları, meyvə, tərəvəzlər, təbii faydalı, yəni ki, yağlar mütləq qida rasionunda olmalıdır. Digər vacib bildiyiniz orqanları nəzarətdə saxladığınız kimi qaraciyəri də daim nəzarətdə saxlayın. Çünki sağlam qaraciyər sağlam həyat deməkdir. Qaraciyər orqanizmdəki ən mühüm orqanlardan biridir. Gün ərzində biz hiss etməsək də o bizim üçün daima çalışan gizli bir qəhrəmandır. Orqanizmdən toksinləri təmizləyir, maddələr mübadiləsini tənzimləyir, immun sistemi gücləndirir. Qaraciyər xəstəlikləri zamanı siroz, hepatitlər, digər genetik xəstəliklər qaraciyərin funksiyasının itirilməsinə səbəb olur. Bu zaman bəzən hətta elə bir səviyyəyə gəlib çatır ki, artıq son çarə xəstəyə qaraciyər transplantasiyası olur. Bu zaman əməliyyatda xəstənin funksiyasını itirmiş qaraciyəri donordan alınan sağlam qaraciyərlə əvəz olunur. Sağlam qaraciyər üçün spirtli içkidən uzaq durmaq, hərəkətli həyat tərzinə keçmək, düzgün qidalanmaq və müntəzəm müayinələrdən keçmək lazımdır. Sağlam qaraciyər sağlam həyat deməkdir. Bu şüar bizə onu göstərir ki, qaraciyər sadəcə bir orqan deyil, bizim həyat keyfiyyətimizin və uzunömürlülüyümüzün açarıdır.